Salam bütün ovçulara və Azərbaycan balıqçılarına. Bugünkü videomuz maraqlı bir videodur. Yəni, bəzi orada yazılan şərhləri nəzərə alaraq bu videonu hazırlamaq fikrinə gəldim. Qabaqdan oktyabr ayıdır. Qabaqdan bizim ov sezonumuz başlayır. Yəni, ova başlamaq üçün çoxları yazır ki, nə etmək lazımdır, nətər eləmək lazımdır, lisenziya hardan alınır və bəzi suallara görə yəni bu videonu hazırladım. Bu video hər kəsə, balıqçılara və ovçulara çox maraqlı və xeyirli məlumatlar olacaq. Yəni ova başlamaq istəyən adam, məsəl üçün, baxır videolara, zada maraqlanır. İndi bu köhnə ovçulara aid deyil, təzə ovçulardan danışıram, həvəskar ovçular və balıqçılardan. Deyirlər ki, biz ova getmək istəyirik, necə eləmək olar? Birinci növbədə, yəni, gedirsiniz ovçu yerinə, xoşunuza gələn bir silahı seçirsiniz. Məsəl üçün, silahı da bəyəndiniz. Yəni, ondan sonra sənədləşmə işləri gedir. Pulunuzu verirsiniz, ya həmin ovçular yerində onu sənədləşdirirlər, ya da ki, gedib həmin yaşadığınız ərazidə polis idarəsindən bəzi sənədlər alıb, orada həmin silahı sənədləşdirirsiniz. Həmin silahı sənədləşdirirsiniz və həmin silah, sizə belə bir silah verirlər, məsəl üçün, və yanında şəhadətnamə verirlər belə. Həmin, yəni, ova aid gedəcəyimiz ov silahının şəhadətnaməsi verilir. Bizim indi hələ ki bir silahdır. Burada 2-3 silahımız var. Ona görə hamısının şəhadətnaməsi var. Yəni biz belə gedirik, şəhadətnamə alırıq. Ondan sonra biz silahı alırıq. Silahın sənədləşməsi zaten hazır olandan sonra bizə bir belə silah verirlər və bir də onun sənədi olur. İndi qaldı bizim ovçuluq eləmək üçün bizə nə lazımdır? Bizə ovçuluq eləmək üçün sonradan biz gedirik, ovçular cəmiyyətinə üzv oluruq. Bu ovçular cəmiyyətindən biri Azər ovçudur. Bu da mənim Azər ovçu biletimdir. 2013-cü ildə. 2013-cü ildə bunu almışam. Burada yazılıb da 2013-cü il. 2013-cü ildə bunu almışam. Ovçuluq biletimiz. Sonra isə gedib hərbi ovçuluq ittifaqı var. Oranın da üzv olmuşam. O da ovçuluq. Oradan da bir dənə ovçu bileti almışam. Yəni mən bu dəqiqə hal-hazırda 2 dənə ovçuluq üzvünün biletini almışam. 2 dənə. Sonra biz nə etməliyik? Bu biletləri alandan sonra hərbi ovçuluq ittifaqı deyim hardadır sizə. Bu hərbi ovçuluq ittifaqı köhnə ailəsin yanından yuxarı qalxanda orada Oxford məktəbi var. Düz Oxford məktəbinə bitişik divarda da lövhəsi var, yazılıb hərbi ovçuluq ittifaqı. Yəni oradan gedib yaxınlaşıb bu bileti əldə edə bilərsiniz. Bu birisi isə Azərbaycan və Ekologiya Nazirliyindən gedib bu bileti əldə eləmək olar, ovçuluq biletini. Bu biletləri əldə edəndən sonra indi biz ova getmək istəyirik. Yəni mən keçmişdə olduğu məlumatlarıma görə 25 manata bilet almışdım. Hər ildə 25 manat onun dövlət rüsumunu ödəyirəm. Yəni mən oranın üzvüyəmsə hər il oraya ödəniş eləməliyəm. Hər il 25 manat mən oraya ödəniş edirəm. Bileti alanda bir dənə birinci dəfə 25 manat biletin öz qiymətini verdik. Sonra isə elə bil hər il 25 manatdan bunu illik üzvülük biletinin rüsumunu ödəyirik. Ondan sonra qalır bizim indi ova getməyimiz. Ov sezonu açılır, əsasən bu heyvanlara aiddir. Oktyabrdan bütün qışı ta ki yaz girənə qədər, fevralın axırına qədər. Yəni martın əvvəllərində zətdə də gedirlər. Əslində o vaxtlar məsləhət deyil, yəni heyvanları balalamaq üzrədir, onlar günahdır. Yəni təzə heyvanlar yumurta üstündə oturur, yavaş-yavaş cütləşirlər. Yəni onları ov eləmək günah sayılır. Yəni gedənlər də var, yəni getməsələr məsləhətdir. Fevral qutardı, mart gedir, ovu saxlamaq lazımdır. Biz də inşallah oktyabr ayıdır, az qalıb. Bir həftəyə zada ovun sezonu da açılır, havalar soyuyur. İnşallah biz də istəyirik ova gedək. Ovçu qardaşlarımıza da nəyə məsləhət görəm, bu təzə başlayan ovçulara. Bu tüfəngi aldılar, ovçu biletini aldılar, sənədləşdirdilər. İndi qaldı lisenziya alıb ova getmək. Lisenziya almamışdan öncə ova gedənlər üçün ov ləvazimatları lazımdır. Kamuflaj formalar lazımdır, papaqlar lazımdır. Əgər bataqlıq quşlar ovlayırlarsa, ördəkdir, qazdır,
qaşqaldaqdır. Onlar üçün kombinzon alınmalıdır. Yəni onlar oradadır, mən hamısını gətirib göstərmirəm. Mən xırda şeylər göstərirəm. Bizə lazım olan şeylər, məsəl üçün fanar lazım olur, ova gediriksə mütləq fanar götürmək lazımdır. Bu silahı təmizləyəndir, ovdan qayıdandan sonra silahı təmizləmək üçün yağlardır. Ondan sonra binokillər var. Yəni ova gediriksə çölə gələk, yəni ovçunun hər şeyi olsun. Belə binokillər var, satırlar. Ondan sonra belə çöldə bizim burada şeydə var, ağızla səs çıxardan da var burada. Bir də onu da tapım sizin üçün. Belə şeylər də almışam. Ördək səsi, qaz səsi çıxardan şeylər var. Bu qaz səsləridir. Bir də belə ördək səsləri çıxardan var. Belə şeylər də var. Yəni almışıq bu çöldə quşları cəlb eləmək üçün lazım olan səslərdir. Bunlardan almışıq. Sonra bizə əlavə burada mən sizə deyim. Bunlardan sonra buna keçmək istəyirəm. Amma belə bir aparat aldıq. Bu çox elektron mağazalarda satılır Bakıda. Bizə cavan uşaqlar buna flash kart taxırlar buradan. Yəni mahnılara qulaq asırlar. Telefonla bluetooth vasitəsilə də işləyir. Əsasən biz bunu aldıq. Buna karta heyvan səslərini yazdıq, ördək, qaz və digər heyvanlar səslərini yazdıq və bunu özümüzdən götürürük. Haradasa gedirik, maketlərimizi düzürük, ördək maketləri almışıq, düzürük suyun içinə və bunu yandırırıq, qoyuruq ola həmin maketlərin yanında bir yerə, quru yerə qoyuruq. Bu özü başlayır, heyvan səsləri çıxardıb, o quşları zadı cəlb eləməyə başlayır. Bunu yandırırım, bir yüngülvari səs eləsin. Bax, bu qaşqaldaq səsidir. Sonra bu qaz səsidir. Yapağı qoyuruq orada bir yerdə. O da həmin maketlərin yanında səs edir. Yəni, ehtiyac olmur məsəl üçün buna ağzımızdan səs eləməyə. Çünki quşlar zad gələndə onu kameranı çəkməyimiz, silahı hazırlamamız vaxt gedir. Yəni, belə şey daha asandır. Sonra isə var, buradan dəyişirik. Ördək səsləri var, məsəl üçün, belə səslər və başqa səslər var. Bunlardan almışıq bunu. Bu da yəni lazımlı şeydir, ofisiyə lazım olan. Elə üstü də seçmişik, o qamışdıqda azadda kamuflyaj rəngindədir, yəni seçilməsin. Ondan sonra, məsəl üçün, belə ov üçün patrontaj almalıyıq özümüz. Çünki hər dəfə cibimizə patronları, zadı cibimizə doldurub, məsəl üçün, orada gölün içində hərəkət eləmək çətindir. Getdin ova, bunu geyindin əynivə, məsəl üçün, geyindin əynivə daha rahatdır. Gizlənmişsən, lazım oldu buradan aç, çıxart, məsəl üçün, patronlardan tax və ateş açmağa da rahatdır. Nəyə ki, cibvə doldurub aparsan, cibvə doldurum, quşun qanın içinə doldurum falan yerə zadı, biraz orada çətinlik yaranır, tökülürlər, eləyirlər suya. Belə məsləhətdir, yəni burada cibləri zadı var. Bunu da qoyaq bir qırağa. Bunları aldıq və qaldı bizim ova getmək üçün lisenziya almaq. Bir sual verirlər ki, qardaş, lisenziyanı haradan alırsınız? Birinci, bəzi ov təşkilatları var ki, onlar şəxsi ov, özəl təşkilatlardır. Həmin elə bil ki, təşkilatlar özləri lisenziya verir. Yəni siz buradan veşvizi, büşvizi aparırsınız, ovçu biletinizi aparırsınız, silahınızın sənədini aparırsınız, girirsiniz qapıdan, baxırlar, hər şey normaldır, qaydasındadır. Yəni orada bəzi şeylərə sizə qol çəkdirirlər ki, təhlükəsizlik qaydalardır. Yəni ovda ola biləcək hər hansı bir qəzanın qabağını almaq üçün, yəni hadisə də ola bilər, çöl şəraitidir. Birinci növbədə ehtiyatlı olmaq lazımdır. Ondan sonra bəzi yerlərə qol çəkirsiniz və sizi həmin o özəl ovçuluq təsərrüfatı olan yerlər, həmin yerlərin özləri sizə lisenziya yazıb verirlər. Yəni oradan nə ovlayacaqsınız, həmin quşlara və yaxud heyvanlara sizə lisenziya verib və buraxırlar ov sahəsinə. Ondan sonra qalır sizin orada ov eləməyiniz, orada dincəlməyiniz, yeməyiniz, içməyiniz, qalmağınız, bunlar hamısı başqa bir xərcdir.
Bir də burada ovçu biletinin arxasında qeydlər var. Yəni burada hansı quşları ovlamaq olar, hansı heyvanları ovlamaq olar və hansı heyvanları ovlamaq olmaz. Yəni Azərbaycanın qırmızı kitabına düşmüş bəzi heyvanlar, quşlar var. İndi Azərbaycanın ikinci qırmızı kitabı çıxıb, orada hardasa 120-yə yaxın yenidən başqa heyvanlar əlavə olunub ora, hansılar ki birinci kitabda onların adları yox idi. Və burada yazıblar marallar, kiçik Asiya və vəhşi qoçlar, bizor keçilər, cüyürlər, ceyranlar, ana dağ təkələri və balaları, gəlinciklər, Qafqaz letra quşları, boz kəkli, turac, qırqovul, sultan quşu, qızılqaz, quvaq və bəzi, yəni burada çox şey yazıblar, mən hamısını oxumaq istəmirəm. Yəni belə şeyləri, məsəl üçün, ovlamaq olmaz. İl ərzində bunlar hamısı Azərbaycanın qırmızı kitabına düşmüş heyvanlardır. Ona görə, yəni, ova gedərkən də bunlara biraz nəzarət eləmək lazımdır. Sonra isə ovladığımız heyvanları, yəni qanuni şəkildə dövlət rüsumu ödənildən sonra evə də gətirə bilərsiniz, orada da yeyə bilərsiniz, dost-tanışa da verə bilərsiniz, sata da bilərsiniz. Yəni, çox miqdarda nəzərdə tutulmur. Haradasa ödədiyiniz maksimum adam başına 10 dənə olmalıdır. 15, yəni çox da yuxarı olmaz da. Adam başına 15 kuş ovlamaq olar. Yəni 4 nəfər getmişsizsə, 2 nəfərə 30 kuş ovlamaq normaldır. Ondan artıq yəni düz gəlməz. 4 nəfərsinizsə, məsəl üçün 60 kuş. Onun elə 3-ünü 4-ünü orada pişirib yeyəndə, 3-ünü 4-ünü evə gətirəndə elə çox da belə böyük bir şey qalmır. Bunları qoyaq qırağa. Bu bizim ovçuluqla, təzə ovçuluğa başlayan dostlarımızla, qardaşlarımıza xırda bir bil ki, köməkdarlıq idi, məlumat idi. Sonra keçək balıqçılığa. Yəni balıqçılıqla məşğul olmaq üçün bizə əlavə nəsə bilet almağa ehtiyac yoxdur. Gedirik bazara, hansı balığa gedəcəyik, hansı balıqla ovunla məşğul olacağıq, həmin ləvazimatlarımızı alırıq və ondan sonra, məsəl üçün, kiminsə ürək istəyirsə, lotka da ala bilər. Və lotka alandan sonra bizə sual verirlər ki, qardaş, bu lotka ilə dənizə çıxmaq olar. Yəni, lotkanın, rezin lotkalardan söhbət gedir, hər yerdə satırlar, 300-ə, 500-ə, 1000-ə və başqa qiymətlər də var. Rezin lotkaları biz aldıqdan sonra ancaq onlarla göldə və çayda üzə bilərik və balıq ov eləyə bilərik. Əgər biz dənizə giririksə, birinci növbədə lotkaya bizim sənəd almağımız gəlir. Sənəd almalıyıq biz hardan? Bunu da göstərim sizə, balıqçı dostlarımız bilsin. Birinci növbədə Xətai metrosunun yanında, belə hündür binadır, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi. Gedirik ora, lotkanın sənədlərini götürürük, motor almışıqsa motorun sənədini götürürük, gedirik ora, deyirik ki, bizə lazımdır kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyi. Onlar oradan bizi göndərirlər. Yadımdan çıxıb arıqsa 9-cu mərtəbə olmalıdır deyəsən. Ya 11, ya 9, ya 11 ikisindən biri, 9-cu mərtəbə olmalıdır səhv eləmirəmsə. Gedirik, onlar bizi göndərirlər kiçik həcmli gəmilər üzrə dövlət müfəttişliyinə. Oraya gedəndən sonra biz lotkanın sənədini veririk, motorun sənədini veririk və onlar bizə belə bir gəmi bileti hazırlayırlar. Belə bizə gəmi bileti hazırlayırlar. Sonra bunun içində bəzi parametrlər var. Lotkamızın uzunluğu, eni, hündürlüyü, motorun həcmi, neçənci ilin buraxılışıdır, neçə nəfər götürmək qabiliyyətinə malikdir və burada qeydiyyat təkrar yoxlanıldı, peçat vurulur və bizə belə bir talon verirlər. Bu, həmin lotkanın texniki talonudur. Yəni, Fövqəladə Hallar Nazirliyindən bizə bu talonu verirlər. Bu talon hər il dəyişilir. Burada da həmin şeydir, yəni belə arxada sizin adınız, familiyanız, sənədiniz və bizdən orada soruşurlar ki, siz dənizin hansı hissəsindən sizə yaxındır, hansı hissəsindən girmək istəyirsiniz, elə bil dənizə girmək istəyirsiniz, sahilin hansı hissəsindən. Yəni, lotka aldıq, sənəd aldıq, o demək deyil ki, mən istəsəm gedib Lənkərandan girə bilərəm, Hövsandan və yaxud Zirədən girə bilərəm. Burada bir yer qeydiyyat alınır, bir ünvan yazılır ki, bu
41-ci, ya 42-ci, ya 43-cü Bayılda da var. Ondan sonra Hövsanda da var, bəzi yerlərdə var, Zirədə var. Oradan buraxılış məntəqələri var. Bir ünvanı yazdırsınız, qeyd alırsınız və həmin buraxılış məntəqəsindən sizə girməyə icazə verilir. Bundan sonra siz sənədləriniz hazırdır, lotqavıza gəlirlər, baxırlar, deyirlər ki, yoxlayırlar bir gün lotqa. Can güdən lazımdır orada və belə şarik var. Spasatilini şarik deyirlər, o nədir onun adı? Dəqiq də bilmirəm, yadımdan çıxmadı. Nəsə, elə bir şey olmalıdır. Əgər adam başına 3 nəfərsinizsə, 3 dənə can güdən jilet olmalıdır və bir dənə də dairə olmalıdır. Bundan sonra yenə də biz dənizə girmək üçün gedirik, sərhəd xidməti var. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti. Gördünüz də, Dövlət Sərhəd Xidmətinə gedirik və Dövlət Sərhəd Xidmətinin üzmə vasitələrinin qeydiyyat vəsiqəsi. Bizə belə bir kitabça verirlər. Oradan belə bir kitabça alırıq. Bu kitabça. Təzədən buradakı qeydlərdən bəzilərini bura doldururlar. Qeydə alırlar. Hansı gəmidir, adı, familiyası nədir, neçə nəfər girəcək dənizə. Və bizə belə bir kitabça verirlər, buraxırlar. Bu əslində bizim özümüzə xeyirlidir. Xeyirli, yəni nədən ibarətdir ki, yəni havanı bilmək olmur. Səhər gedirsən dənizə balıq tutmağa, günlü havadır, yaxşıdır. Girirsən dənizin içinə, bir saata hava çönür, külək, yağış, aləm qarışır bir-birinə. Bu moment motorun qayığı da qayığın motoru da işləməyə bilər, orada qala bilərsən, boşala bilər və s. Bəzi problemlər olar. Ona görə bu kitabçanın xeyri bizə nədən ibarətdir? Biz dənizə girərkən həmin məntəqəyə gedirik, yəni 41-ci buraxılış məntəqəsi, məsəl üçün deyirəm, getdik ora. Səhər tezdən yazırlar bura, vaxtı, ayın 17-si falan tarixdə bu lotqa dənizə girdi, pesat vururlar. Və orada sənə xəbərdarlıq edirlər ki, axşam saat 5-ə 6-ya dənizdən qayıtmaq vaxtıdır. Sən gedirsən, balıqlı tutursan, ov verirsən, yenə də əlbəttə ki, tora icazə yoxdur. Torla balıq tutmaq üçün gərək Caspian Fish firmasına müraciət eləməlisən, orada əlavə ödənişlər eləməlisən ki, mən torla balıq tutmaq üçün icazə alım, yoxsa torla balıq tutmağın cəriməsi var. Siz spinniklə balıq tuta bilərsiniz, balıqdan tilovlarla balıq tuta bilərsiniz. O da ki, Azərbaycanda maksimum 7 qarmağa qədər icazə verilir. 7 qarmağa qədər siz o balıq tutanınızın ucuna bağlaya bilərsiniz. Getdiniz balığınızı tutdunuz və s. Qayıtdınız, gəldiniz 5-də. Çıxanda ikinci pesatı vururlar bura. İkinci pesatı vururlar ki, bu dənizdən qayıtdı. Yox, əgər sizin başınıza bir hadisə gələrsə, təyin olmuş vaxtda dənizdən çıxa bilmirsinizsə, gələ bilmirsinizsə, sərhəd xidmətinin şəxsi gəmiləri var, vertolyotları var, nəzarət xidməti var. Onlar hamısı başlayır sizi dənizdə axtarışa verməyə və sizi dənizdə axtarmağa. Yəni, Allah axırını xeyir eləsin. Bu da təhlükəli şeydir. Ancaq qanuni şəkildə bütün sənədlər düzəlirsə, işinizi bərk tutursunuzsa, onun heç bir qorxusu yoxdur. Yəni, olacağa çarə yoxdur. Gedərsiniz dənizə, qarmaq keçər lotqaya, lotqanı deşər, onu düzəldənə qədər, bağlayana qədər, qaydana qədər batarsınız. Yəni, jilet olmalıdır ki, sizi heç olmasa 1-2 saat suyun üstündə saxlasın və dairə lazımdır. Yəni, üzə bilməyənlərə bu əsasən aiddir. Yəni, üzməkdəki 1 kilometr, 2 kilometr, 3 kilometr heç kim üzə bilməz. Yəni, söhbət uzun məsafələrdən gedir. Yenə də işinizi ehtiyatlı tutun, sənədlərinizi düzəldin, qaydasında və ovlarınız uğurlu olsun. Buradan da bütün Azərbaycanın balıqçı, ovçu və bu işə yeni başlayan həvəskarlarının hamısını salamlayıram. İnşallah, yəqin ki, mənim bu düzəltdiyim video hamıya uğurlu olar, hamıya bir faydası olar. Allahın köməkliyi ilə oktyabr ayı da başladı. İnşallah ova gedəcəyik, yaxşı ov videolarımız olacaq. Allahın köməkliyi ilə yaxşı balıq videolarımız olacaq, onları da çəkəcəyik, qoyacağıq. Buradan da hər kəsə salamlar.